Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. Abituriyent verilişinin növbəti buraxılışını təqdim edirik. Bugün biz ali təhsil müəssisələrinə, qəbul imtahanlarına qeydiyyat prosesindən danışacağıq. Studiyamızın qonağı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Kargüzarlıq Departamentinin rəhbəri Nigar xanım Hüseynovadır. Nigar xanım, xoş gəlmisiniz. Çox sağ olun. Artıq ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdində iştirak etmək üçün qeydiyyat prosesinə start verilibdir. Mən istərdim ki, bu prosesin özü barədə ilkin olaraq bir məlumat verəsiniz ki, necə etməlidirlər, hansı məsələlərə fikir vermək lazımdır? Çox sağ olun. Mən də öz növbəmdə bizim əziz abituriyentlərimizi, hörmətli valideynlərimizi salamlayıram. Bildiyimiz kimi, aprelin 17-sindən mayın 1-nə qədər davam eləyəcək bu mərhələ. Mərhələ nədir? Abituriyentlərimiz də bildiyi kimi, mart ayında onlar qeydiyyatdan keçəndə qrup seçimini eləməmişdilər. Hal-hazırda onlar qrup seçimi eləyəcəklər və bilirlər ki, bu qəbul imtahanının belə deyək, ikinci mərhələsidir. Ona görə ki, qəbul imtahanının birinci mərhələsi cari ilin məzunları üçün buraxılış imtahanlarıdır. Ötən ilin məzunları da veriblər, həmin o birinci mərhələni, o imtahanı veriblər. Və hal-hazırda, yəni təkrar edirəm, aprelin 17-sindən mayın 1-nə qədər gedən proses bu qeydiyyatdır və bu mərhələdə abituriyentlər daxil olacaqlar həmin o ərizə formasına. Dövlət İmtahan Mərkəzinin saytında. Bəli, Dövlət İmtahan Mərkəzinin saytında ərizə formasına daxil olacaqlar. Yenə də öz şəxsi kabinetinin istifadəçi adından və parolundan istifadə etməklə daxil olacaqlar və sadəcə seçim eləyəcəklər ixtisas qrupunu. Və ixtisas qrupunu seçəcəklər və o ixtisas qrupundan asılı olaraq həmin o fənlər üzrə onlar imtahan verəcəklər. Yeri gəlmişkən imtahan tarixlərində bir daha nəzərinizə çatdıraq və bu tarixlər bizim saytımızda, həmin o cədvəl bölməsində öz əksini tapacaqdır. İkinci, üçüncü qruplar mayın 25 imtahan verəcəklər. Birinci, dördüncü qruplar isə iyun ayının 1-də imtahan verəcəklər. Və yəni, yenə təkrar edirəm, bu qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdidir. Hal-hazırda bu gedən qeydiyyat məhz birinci cəhd üçün qeydiyyatdır və abituriyentlər də bilirlər ki, bu ikinci cəhdə olacaq. Şərti olaraq biz buna yaz imtahanı deyirik və sonra yay imtahanı. Müvafiq olaraq yayda da qeydiyyat yenidən olacaq və həmin o qeydiyyat zamanı ikinci cəhd üçün qeydiyyatdan keçərkən abituriyentlər digər qrup seçə bilərlər, yaxud digər alt qrup seçə bilərlər. Misal üçün, birinci ixtisas qrupu üzrə hazırlaşıblarsa, hazırki qeydiyyat zamanı onlar, misal üçün, RI alt qrupunu seçə bilərlər. İkinci cəhd zamanı isə, yəni yay sessiyası zamanı, RK alt qrupunu seçə bilərlər. Burada da bilirsiniz ki, hər iki alt qrupda ixtisasların sayı kifayət qədər çoxdur. Ona görə məhz onlar məqsədi birinci ixtisas qrupu üzrə, misal üçün mühəndis olmaqdırsa, yaz imtahanı zamanı RI alt qrupu üzrə, yaxud əksinə. Digər yay imtahanı zamanı digər alt qrupu üzrə imtahanda iştirak edə bilərlər. Və yaxud hal-hazırda, misal üçün RI alt qrupu üzrə imtahan seçim elədilər və imtahanda iştirak eləyəcəklərsə, yay imtahanı zamanı, yəni ikinci qeydiyyat zamanı, onlar digər ixtisas qrupu üzrə də yəni bu imkan onlara verilir. Bəli, misal üçün birinci ixtisas qrupunun tutalım RI alt qrupu üzrə indi seçdilər. Yay qeydiyyat zamanı ikinci ixtisas qrupunu seçdilər. Yəni bu imkan da var və hər iki alt qrup iki imtahanın nəticəsinə görə onlar müsabiqə şərtlərini ödəsələr, o zaman ixtisas seçimi zamanı vahid o ixtisas seçimi ərizəsi formasında hər iki imtahanda iştirak etmiş qrup və yaxud alt qrup üzrə ixtisasları seçə biləcəklər özləri istədikləri ardıcıllıqla. Bax, bu, yəni bunların bu mərhələyə aid olan məlumatımızdır. Nigar xanım, bəs kimlər bax indi hal-hazırda qeydiyyatdan keçə bilərlər? Çünki sual verirlər ki, əvvəlkilərin məzunları ayrı bir vaxtda onlar qeydiyyatdan keçməlidirlər. Bax, cari ilin məzunu, əvvəlkilərin məzunları və yaxud da ki, bizim birinci imtahanımız, birinci qeydiyyat zamanı müəyyən şəxslər var ki, onların buraxılış imtahanlarında iştirak ediblər, amma qeydiyyatdan keçməyiblər. Onlara da hər hansı bir imkan yaradılırmı? Bəli, birinci sualınıza cavab olaraq onu qeyd edeyim ki, bu imtahan üçün qeydiyyat 17 aprel 1 may bütün abituriyentlər üçün aiddir. Cari ilin məzunları, əvvəlki ilin məzunları, əgər onlar aprelin 6-sında imtahanda iştirak ediblərsə,
Və cari ilin məzunları, onlar mart ayının 2-də və yaxud 9-da imtahanda iştirak ediblərsə, buraxılış imtahanlarında ancaq qeydiyyatdan keçməyiblər. Bəli. Martın 5-nə qədər olan bizim qeydiyyat zamanı onlar abituriyent ərizəsi açmayıblar və təsdiq eləməyiblər özləri üçün. Həmin o abituriyentlər üçün o imkan yaradılacaq. Yəni bu qeydiyyat zamanı onlar abituriyent ərizəsini təsdiq eləyəcəklər, ondan sonra həmin bu qeydiyyatdan keçərək ixtisas seçimində iştirak eləyə biləcəklər. Və yaxud keçən ilin məzunları, əgər onlar bilirik ki, buraxılış imtahanlarının nəticələri 2 il qüvvədədir, həmin onların o nəticələri əsasında müsabiqəyə qatılmaq istəyirlərsə, onlar da bu ixtisas seçimində iştirak eləyə bilərlər. Bu imkanda onlara yaradılacaq. Aydındır. Nigar xanım, bəs burada ödəniş məsələsi necədir? Ödəniş məsələsinə də toxunaq, çox sağ olun. Deməli, bilirsiniz ki, bütün abituriyentlər, əgər onlar ali məktəbə qəbul üçün müraciətləri ilk müraciətdirsə, deməli, onlar üçün onlar bu ödənişdən azaddırlar. Daha doğrusu, bu ödənişi onların əvəzinə, belə deyək, dövlət büdcəsindən ödəniləcək. Bu cari il məzunlarına aiddir. Üzr istəyirəm, ilk dəfə müraciət eləyənlərə. Təbii ki, bütün cari ilin məzunları bunlar ilk dəfə müraciət eləyirlər. Ona görə də onlar üçün hal-hazırki qeydiyyatda ödənişsiz olacaq. Yox, əgər abituriyentlər misal üçün keçən ilin məzunudur və bir dəfə artıq bu şansını istifadə eləyibsə, bəli. Bəli, bir dəfə müraciət eləyib ali məktəbə qəbul üçün, o bu ödənişsiz qəbul imtahanında iştirak eləmək şansını istifadə eləyibdir. Onlar üçün bu proses ödənişli olacaq. Və onu da qeyd edeyim ki, əgər abituriyentlər misal üçün hələ özlərini hazır hiss eləmirlərsə qəbul imtahanında iştirak eləməyə və onlar 2 şansdan istifadə eləmək istəmirlər. Onlar bu imtahanda qeydiyyatdan keçməyərək birbaşa ikinci yəni icazə verilir ki, elə bir ki, kimsə ikinci cəhd imtahanına qatılmaq istəyirsə? Bəli, indi iştirak eləmirlər, birbaşa yay imtahanında iştirak eləyirlər. Amma təbii ki, bu imtahan, yəni 2 imtahanda iştirak eləsələr, onlar özləri seçirlər, təbii ki, daha yüksək nəticəni. Ona görə də 2 imtahanda iştirak eləmək yəqin ki, daha məqsədə müvafiqdir. Həm abituriyentin o imtahanın texnoloji prosesinə, texnoloji prosedurlarına alışmaq baxımından, həm də ki, ümumiyyətlə, öz biliyini sınamaq baxımından, yəni hər 2 imtahanda iştirak eləmək daha məqsədə müvafiqdir. Psixoloji olaraq da o daha rahat hiss eləyir də özünü. Bəli, psixoloji imtahan şəraitinə alışmaq məsələsi, həm də ki, baxın, elə psixoloqlar da bu barədə deyirlər. Əgər abituriyent daxil olursa imtahana və o biləndə ki, onun ikinci bir şansı da var, o özünü daha rahat hiss eləyir və o biliklərini daha yaxşı nümayiş etdirə bilir. Və misal üçün birinci imtahanda nəticəsi var, sonra ikinci imtahana gedir. Və həmin o ikinci imtahana gedəndə belə, o biləndə ki, onun hansısa bir nəticəsi var, o daha rahat hiss eləyir. Və rahat arxayınlıq demək deyil. Bir var, rahat olursan və özünü itirmirsən, bildiklərini daha yaxşı ifadə eləyə bilirsən, bildiklərini daha yaxşı yadına düşür. Düzdür, elə uşaqlar var ki, onlar heç o imtahan stresinə məruz qalmırlar. Amma təəssüf ki, əksər hallarda, yəni heç abituriyent olmasın, bütün insanlar, imtahan şəraiti, bəli, insana istər-istəməz biraz gərginlik yaradır. Ona görə bu 2 imtahan şansı o baxımdan, psixoloji cəhətdən doğrudan da çox müsbət təsir eləyir və biz son neçə ilin təcrübəsi, imtahan nəticələrinin analizi göstərir ki, doğrudan da bu abituriyentlərin imtahan nəticələrinə müsbət təsir eləyir. Yəni bu, amma yenə də məcbur deyil. Aydındır Nigar xanım. Ödənişlə bağlı, Xanlar bəy, üzr istəyirəm. Deməli, ödənişlə bağlı biz dedik ki, ikinci şansdan, yəni cari il məzunları indi ödənişsiz iştirak eləyə biləcəklər, birinci dəfə iştirak eləsələr, ikinci cəhd artıq onlar üçün ödənişli olacaq. Amma belə bir kateqoriya var bizdə ki, onlar istənilən halda, istəyir birinci müraciət olsun, istəyir təkrar müraciət olsun, onlar ödənişdən azaddılar. Bunlar kimlərdir? Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları. Şəhid ailəsinin üzvləri kimlər hesab olunur? Qanunvericiliyə görə şəhid olmuş şəxsin evladları,
həyat yoldaşları. Amma bacı qardaşlar bu kateqoriyaya aid deyil. Valideynləri itirmiş və valideyn himayəsinə məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, birinci, ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşına qədər uşaqlar. Və bu haqda biz keçən görüşümüz zamanında dedik, bir də təkrar eləyək. Bununla bağlı həmin bu təsdiq edici sənədlər kağız üzərində Dövlət İmtahan Mərkəzinə təqdim olunmamalıdır. Ümumiyyətlə biz DİM olaraq, ondan əvvəlki bizim tələbə qəbul komissiyası olaraq, yəni biz onlayn qaydada sənədləşməyə, onlayn qaydada sənəd mübadiləsinə keçmiş demək olar ki, ilk təşkilatıq Azərbaycanda, mən bunu əminliklə deyə bilərəm və ələxüsusda hazırki vaxtda bütün digər qurumlarımızın elektron bazaları var və bizim elektron bazalarımız digər qurumların, misal üçün, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına inteqrasiya olunub onlayn qaydada. Sizin bax, bu kateqoriyaya aid olmağınız həmin o bazada əks olunubsa, o zaman onlayn qaydada qeydiyyatdan keçəndə avtomatik olaraq sizin bu məlumatınız bizim bazaya daxil olur və siz ödənişdən azad olunursunuz və bu zamanda mən sizə yenə də deyirəm, bizim bütün proqramlar kimi bu proqramımız, ixtisas seçim proqramımız kifayət qədər asan və dost interfeysə malik bir proqramdır. Yenə də təkrar olaraq deyirik, heç kimə həvalə eləməyin. Özünüz daxil olun, çox sadə bir prosedurdur. Sadəcə ixtisas qrupu seçilir. Bir neçə dəqiqəlik bir prosesdə şəxsi kabinetinin istifadəçi adını, parolunu yazdı və girib orada sadəcə qrup seçimini həyata keçirir. Qrup seçimini həyata keçirir və salam. Yəni çox kifayət qədər rahat bir proqramdır. Proqram özü kömək eləyəcək. İşte yenə də kiməsə müraciət eləsəniz, siz o şəxsdən xahiş eləyin ki, sizə təsdiq eləsin və təsdiq eləyəndən sonra çap eləsin. Sizin əlinizdə çap olunmuş bir versiya olsun ki, sizin ixtisas qrupunun seçimi ərizəsi təsdiq olunubdur və orada görəcəksiniz təsdiq olunduğu vaxta qədər tarix və vaxtı Dövlət İmtahan Mərkəzinin məsləhət mərkəzləri də vardır. Prinsip etibarilə orada müraciət edə bilərlər abituriyentlər. Bəli, ən doğru yol budur. Əgər siz özünüz burada bilirsiniz, çox vaxt elə olur ki, abituriyentlər yox, valideynlər iştirak edir. Yəni, onlar hesab edirlər ki, bu abituriyentlər məşğul olmalıdır, hazırlığa gedirlər və s. Amma bunu abituriyent özü də eləyə bilər. Yox, əgər abituriyent özü eləmək istəmirsə, valideyn hər halda rahat olmaq üçün deyir ki, yox, qoy mən özüm eləyim, rahat olum. Müraciət edin bizim məsləhət mərkəzlərinə. Abituriyent məsləhət mərkəzlərinin digər, belə deyək, həmin bax bu xidmətləri həyata keçirən hansısa mərkəzlərdən fərqi odur ki, onlar daim bizlə əlaqədədirlər. Onlar bizim əməkdaşlar tərəfindən təlim keçiblər və nəsə bir problem olan kimi dərhal bizlə əlaqə saxlayırlar və o problemi aradan qaldırırlar. Məsləhət mərkəzlərində icazə verirsinizsə, sadalayaq. Bakı şəhəri üzrə Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspia Universiteti, Odlar Yurdu Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt şəhəri, Sumqayıt Dövlət Universiteti və Gəncə şəhərində Gəncə Dövlət Aqrar Universiteti və bununla yanaşı Dövlət İmtahan Mərkəzinin regional bölmələri. Bütün, 9 rayonda bizim regional bölmələrimiz var və hər birində bu məsləhət mərkəzləri fəaliyyət göstərir. Və ən əsası da Nigar xanım, bunlar ödənişsiz olaraq fəaliyyət göstərirlər. Ən əsası da doğru buyurursunuz, ödənişsiz fəaliyyət göstərirlər və onlar sizinlə məsləhətləşirlər, sizin seçiminiz olur, lazımi qaydada təsdiq eləyirlər və sizə sonda göstərirlər ki, bax sizin seçiminiz budur, razısınızmı, etirazınız yoxdursa və ondan sonra təsdiq eləyirlər və sənədi, yəni sənəddə o çap olunmuş versiyanı təqdim eləyirlər. Çox sağ olun. Bir sual tez-tez gəlir bizə, bu az bal toplamışam yazırlar buraxılış imtahanından, mənə icazə verilirmi ki, mən qəbul imtahanının 2-ci mərhələsi üçün qeydiyyatdan keçəm? Bəli, birinci mərhələdə, yəni buraxılış imtahanının bərabər tutulan həmin o qəbul imtahanının birinci mərhələsində burada bala məhdudiyyət yoxdur. Neçə bal toplamanızdan asılı olmayaraq siz ikinci mərhələdə iştirak eləyə bilərsiniz. Amma ikinci mərhələdə bilməlisiniz ki, məhdudiyyət var. İkinci mərhələdə müəyyən ixtisaslar və əksər ixtisaslar, belə deyək, orada məhdudiyyət 400 bal üzərindən 100 bal toplamalısınız. Bəzi ixtisaslar var ki, orada siz abituriyentlər 50 bal toplamalıdırlar. Amma cəm olaraq
Onu Yəni iki mərhələ bir yerdə. İki mərhələnin bir yerdə ümumi balına da məhdudiyyət tətbiq olunur. Yəni əgər siz həmin o əksər biz dediyimiz ixtisasların seçimini eləyirsinizsə, orada ümumi bala məhdudiyyət 200 baldır. Yəni müsabiqə 200 baldır. Bəli. O deməkdir ki, siz ikinci mərhələdə minimum 100 bal toplamalısınız, amma ümumilikdə 200 bal toplamalısınız. Bəzi ixtisaslar, o aqrar ixtisaslar, müəyyən kənd təsərrüfatına aid olan ixtisaslar, kənd təsərrüfatına aid olan ixtisaslar, ikinci qrupda da var belə ixtisaslar. Bəli, turizmdən bağlıdır. Bəli, birinci, hər qrupda var. Marketing, bəli. 4 qrupun 4-ündə də var, bəli. Hər birində var. Üçüncü qrupda, misal üçün, sosial iş ixtisası, muzey və abidələrin qorunması. Bəli. Bax, yəni çox məhdud saydadır bu ixtisasların sayı. Ona görə bu ixtisaslarda ümumi bal olmalıdır 150 bal və ikinci mərhələ üzrə 50 bal. Amma bunu bizim məsləhətimiz odur ki, abituriyentlərə bunu hədəf kimi götürməsinlər. Misal üçün, keçən illərin təcrübəsi hamısı göstərir ki, həmin o 150 bal qoyduğumuz müsabiqə şərti o demək deyil ki, o 150 bal, hətta 160 bal toplamısınızsa qəbul olacaqsınız. O sizin müsabiqəyə buraxılış balınızdır da. Sizin müsabiqəyə buraxılış balınızdır. Elə 150 ballıq belə deyək də, abituriyentlərin dilindən desək, 150 ballıq, yəni müsabiqə şərti 150 olan ixtisaslarımız var ki, orada keçid balı 200-dən yuxarı olubdur. Yəni keçən ildə, o birisi illərdə də, yəni bunu ona görə 150 balı hədəf götürürlər. O keçid balı ilə müsabiqə şərti anlayışlarını adətən qarışdırırlar. Bəli, bu haqda yəqin ki, biz növbəti görüşlərimiz ixtisas seçimi zamanı danışacağıq. Amma yəni ona görə bax, hədəf kimi götürsünlər ki, nə qədər çox bal toplasalar, onlara bir o qədər xeyir. Bir o qədər yaxşıdır. Seçimləri, seçim imkanları o qədər də çox olacaq. Nigar xanım, mən gələndə baxdım burada Instagrama ki, hansı suallar var. Bəli, buyurun, məmnuniyyətlə. Yazmışdılar ki, buraxılış imtahanındakı kimi bu qəbul imtahanı ayrı-ayrı vaxtlarda olacaq. Bilirsiniz də 6 apreldə vermişlər əvvəlkilərin məzunları, amma cari il məzunları mart ayında birinci mərhələdə belə idi. Amma qəbul imtahanında bəs necədir? Xeyr, qəbul imtahanında bu bölgə aparılmır. Bu birinci mərhələni biz məcburuq belə ayırmağa. Ona görə ki, buraxılış imtahanları gedə-gedə demək olar ki, bizim ərizə qəbulumuz olur. Biz gərək yaxud bazanı formalaşdıraq, görək keçən il məzunlarını biz bilmirik kim bu imtahanda iştirak eləmək istəyir. Onların bazası formalaşdırmaq üçün sənəd qəbulu gedir, ona görə biz məcburuq. Amma qəbul imtahanının ikinci mərhələsi, yəni dediyimiz kimi ikinci, üçüncü qruplar mayın 25-i, birinci, dördüncü qruplar iyunun 1-i. Onlarda fərq yoxdur. Keçən ilin məzunu, bu ilin məzunu, yəni hamı demək olar ki, hamı qeydiyyatdan keçməlidir və hamı eyni vaxtda o qrupuna uyğun tarixdə. Kim ki qeydiyyatdan keçəcək, hamı bu imtahanlarda iştirak edə biləcək. Qeydiyyatdan keçməyən, gecikən, onlar təbii ki, bu imtahanda iştirak edə bilməyəcək. Ənənəvi bir sualımız var. Blok imtahanı digər illərə nisbətən çətin ola bilər. Verilişdə cavablandırsanız zəhmət olmasa. Belə bir, yenə də bu imtahanın çətinliyi, asanlığı ilə bağlı. Xeyr, yəni bu texniki tapşırıq vahid olur və çətin olmaq, asan da olmaq. Bilirsiniz, abituriyentlər deyir, misal üçün, buraxılış imtahanından sonra da deyil. O deyirlər ki, çətin. O çətin deyil. Kim deyir o fikri? Kim ifadə eləyir? Haradasa bir məktəbin məzunları, misal üçün. Amma siz statistikaya baxın. Biz statistikaya baxanda və onu da açıqlayırıq. Statistika bizdə daim açıqlanır. Bir müqayisə eləyin, görün, misal üçün, keçən ilin, bu ilin. Bizim imtahanlar, necə deyək, biz bilirsiniz də, bunker olur bir həftə ərzində, yəni o suallar bazadan seçilir. Yəni, bax, o bunkerdə dediyimiz müəllimlərin, qapalı şəraitdə müəllimlərin fəaliyyəti ondan ibarətdir ki, bazadan seçilir. Amma bu imtahanın layihələndirilməsi bir il tələb eləyir. Yəni, imtahanlar bitdimi, bizim müvafiq şöbələr var, onlar həmin imtahanın nəticələrini təhlil eləyir və o təhlilin nəticələrinə əsasən dərhal ilin, tədris ilinin əvvəlindən növbəti ilin imtahanının layihələndirilməsi başlayır. Və ona görə baxın, nə qədər dəqiqliklə bu layihələndirmə, hazırlıq işi aparılır ki, iki imtahanın nəticələri demək olar ki, eyni olur. Baxmayaraq ki, tamamilə başqa abituriyentlər gəlir. Tamamilə başqa abituriyentlər gəlir. Düzdür, dərs proqramı eynidir, tədris proqramı və qəbul imtahanlarının proqramı da eynidir. Ona görə də həmin bu iki proqram üzərində, yəni belə deyək, qəbul proqramı, tədris proqramı əsasında tərtib olunur və həmin o texniki tapşırıq da bizim qəbul imtahanlarının proqramı əsasında, hansını ki biz açıqlayırıq. Və onlar eyni olur. Tədris ilinin əvvəlində. Sonra model testlər veririk biz hər il ki, bax deyirik, bu il imtahanlar
bu model testlərə Bəli. uyğun olacaq. Və baxın ki, görürsünüz ki, qəbul imtahanlarının nəticələri 2 il ərzində, misal üçün, keçən ilki ilə bu ilki demək olar eyni olur. Yine hansı proqramda bəlkə dəyişiklik olur, onunla bağlı biz elan veririk. Misal üçün, biz birinci il yadınızdadır, açıq sualları başlayanda tətbiq eləmək. Təbii ki, onda 2 ilin nəticəsi üst-üstə düşməyəcək və bu normal və bu təbiidir. Ona görə ki, tamamilə yeni tip suallar başladıq təqdim eləmək, istifadə eləmək. Amma bu yenidir, bütün abituriyentlər üçün yenidir. Düzdürmü? Ona görə 2 ilin deməli, imtahanların nəticəsini onda müqayisə eləmək düzgün deyil. Amma o zamanki model eynidir. Bəli. Onda baxın, yenə deyirəm, layihələndirmə necə dəqiqliklə aparılır ki, 2 imtahan nəticələri 2 ilin imtahan. Demək olar ki, bərabər olur. Düşür. Və ona görə də biz keçid ballarını elan eləyirik ki, təxmini baxın ki, bax bu keçən il keçid balları müəyyən istiqamət götürmək üçün. Müəyyən istiqamət götürmək üçün, yəni misal üçün 200 bal toplayan uşaq 3-cü qrupda tutalım hüquqşünaslıq ixtisasını niyə seçsin axı? Bu müsabiqə yerində bunun vəziyyəti hardasa aşağı səviyyələrdədir və o yerini itirməsin. Düzdür, 15 ixtisas seçimi biz imkan veririk. Amma o yerini itirməsin, o hüquqşünaslığın yerinə başqa bir ixtisas seçsin ki, haradakı keçən il təxmini elə idi. Heç olmazsa 300 keçid balı olanı sən bu il yaza bilərsən. Aydındır, aydın Nigar xanım. Son mən bir sualı səsləndirmək istəyirəm. Bu subbakalavrlarla bağlı ki, onların qeydiyyatı təqribi nə vaxtdır? Subbakalavrların qeydiyyatı, baxın, subbakalavrlarımız da belə deyək, 2 hissəyə bölünür. Subbakalavrlar əgər qabiliyyət imtahanına qabiliyyət tələb edən ixtisasa qəbul olmaq istəyirlərsə, biz şərait yaradacağıq və may ayında nə vaxt ki bizim bütün abituriyentlər üçün qabiliyyət imtahanının qeydiyyatı aparılacaq, subbakalavrlar üçün də o şərait yaradılacaq. Amma subbakalavrların əsasən, yəni o qabiliyyət tələb eləməyən ixtisasları seçmək istəyənlər, onlar üçün iyunda aparılacaq. Niyə? Onlar gərək bu il həmin o təhsil aldıqları orta ixtisas təhsil müəssisəsini bitirsinlər. Həmin o orta ixtisas təhsil müəssisəsinin əməkdaşları onların ümumi orta müvəffəqiyyət göstəricisini daxil eləsinlər ki, ondan sonra onlar müsabiqədə iştirak eləyə bilsinlər. O göstərici olmasa onlar müsabiqəyə buraxılmayacaqlar. Və ona görə də onlar ki, daha sonra dərs ili bitəcək. Dərs ili bitəndən sonra o göstəricilər daxil olunacaq. Ondan sonra onlar üçün qeydiyyat aparılacaq. O subbakalavrlar ki, kim ki sırf subbakalavr kimi iştirak edirlər. Yəni imtahansız, iştirak etmədən. Yox, əgər subbakalavr həm subbakalavr kimi iştirak eləmək istəyir, həm abituriyent kimi, o zaten mart ayında qeydiyyatdan keçməli idi. Aprelin 6-sında imtahanda iştirak eləməli idi. Bu proseslər eləməyibsə, yendirib iyunda onların qeydiyyatı aparılacaq. Onlar birbaşa ixtisas seçimində iştirak edəcəklər. Amma yendirəm, qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyənlər, onların daim diqqətli olsunlar, fikri bizim saytda olsunlar. Nə vaxt ki biz qabiliyyət imtahanı üçün qeydiyyatı açıq elan eləyəcəyik, subbakalavr da həmin o vaxt qeydiyyatdan keçməli olacaq. Onlar mütləq qeydiyyatdan keçməlidir ki, qabiliyyət imtahanlarında şərti olaraq qeydiyyatdan keçəcəklər, şərti. Yəni o orta balları hələ daxil olmamış, şərti qeydiyyatdan keçəcəklər, sonra biz... Vaxtında qabiliyyət imtahanında iştirak eləmək üçün o tətbiq olunur ki, iştirak eləsinlər ki, sonra müsabiqəyə qatıla bilsinlər. Təbii. Nigar xanım, çox sağ olun, təşəkkür edirəm. Mənə elə gəlir ki, biz əhatə eləyə bildik izləyicilərimizin suallarını. Mən bir daha müraciət edirəm. Siz də öz mövzularınızı yaza bilərsiniz şərhlərdə. Hansı mövzularda istəyirsə Dövlət İmtahan Mərkəzi tərəfindən sizin suallarınıza cavab verək. Yazın və növbəti həftələrdə biz həmin o mövzulara aid verilişlərlə sizin görüşünüzə gələk. Çox sağ olun, minnətdaram.